Azərbaycan ictimaiyyətində son günlər Qarabağla bağlı yeni müzakirələr başlayıb. Xaricdə ölkəmizə qarşı fəaliyyəti ilə tanınan Emin Hüseynovun ermənilərlə birgə layihədə iştirakı ətrafında yaranan narazılıqlardan qısa müddət sonra Rusiyadan Qarabağla bağlı xoşagəlməz açıqlama gəldi. Qlobal İnfoza danışan politoloq Bakir Həsənbəyli deyib ki, bəzi mərkəzlər, xüsusilə erməni lobbisi ölkəmizə qarşı antimilli xainlərdən yararlanmağa çalışırlar. Stat: Belələrindən də biri Emin Hüseynovdur. Erməni lobbisinin pulu və dəstəyi ilə yaradılan təşkilatın rəhbəri olmuş Emin Hüseynovun kimliyi Azərbaycan cəmiyyətinə bəllidir. O, şəxsi mənafeyi uğruna hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduğunu göstərib. Emin erməni Ovsep Xurşudyanla birgə yeni layihəyə başlayıb. Layihənin ilk qonağı isə Azərbaycan ərazilərinin işğalını həmişə inkar edən David Stepanyan olub. Onlar Azərbaycanı tənqid edir, Ermənistanın siyasi sistemini isə tərifləyirlər. Bu layihədə Emin Hüseynov yenə də öz ənənəsinə sadiq qalaraq ermənilərdən betər erməni rolunda çıxış edib. Emin kimlərin xəyanətkar kodları ortadadır. Bəs Rusiya bu prosesin hansı qütbündədir? Fikrimcə, erməni 5-ci kolonunun bütün fəaliyyət istiqaməti Rusiya xüsusi xidmət orqanı ilə bağlıdır. Maliyyə və tezis təminatı məhz xüsusi xidmətin öhdəliklərindədir. O baxımdan xainlərin ilk efirlərindən sonra Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin keçmişi xatırlatması təbiidir. Bu xatırlatma mesaj kimi oxunmalıdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.